Deməli, son zamanlar trend olan bu dondurulmuş meyvə quruları və dondurmaları biz də yoxlamağa qərar verdik. Görək dadı necədir. İlk öncə mən bu çiyələkdən başlamaq istəyirəm. Eltimlə oturub burada kofe keyf edirik və yoxlayaq. Nuş olsun. Sən nasıl yoxlayırsan? Mən həmçin birinci elə çiyələk maraqlı Bunu yeyim, baxım gör necədir. Baxaq. Çox qəşəng yemişəm. Çox şirindir. Tadına baxın. Çox şirindir. Tadına baxın. Biraz turşdu həm də. Mən Beğendin? Plan birin dadına Normal baxacağım. çiyələyin dadını verir. Yox, çiyələyi bəyənmədim mən. İndi banana baxaq görək necədir. Plan bir çox dadlıdır. Plan Banan dadı gəlmir. Kivin dadına baxın. Kivi necədir? Mən bananı da bəyənmədim. Kiwiyə baxaq. Qiymət də çox bahadır. Kilosu 52 manat. Desən 53 manat. Meyvə qurulan heç bəyənmədim. Amma bir dəfə yemişdim bu dondurmaları. Dondurmanın çiyələsi bunu yemişdim. Bu pis deyildi. Amma bu nəsə belə nə bilim. İndi bundan da. İndi belə bir şey var. Görün bu necədir. Mən də Qarışıq bir bundan şey. da baxıram belə. Olmadı desən. Mənə bu maraqlı gəlir, bir dənə dadına baxın. O çiyələk. Amma mən belə qənaətə gəlirəm ki, bu necə deyim, bunlar nə gedir dadı? Plambir olanlar. Çiyələkli pambir. Ha, bunlar Belə meyvə də qurularından məncə yaxşıdır. də. Alsam yəni ancaq dondurma qurusunu alaram. Meyvələri heç bəyənmədim. Turş məzədir, sonra nə bilim belə. Çox qəşəng. Bu nədir? Bu şey yoxdur almaya. İyi gəlmişik biz bunları Sundaytda premium Premium marketdən. marketdən almışıq. Bəli, bir neçə mağaza axtarandan sonra premiumdan tapdıq nəhayət. İndi Belə də kakaodan yəni. baxıram. Bir daha almaram. Onu deyim. Adil bəyəndiysən? Bənim dənsiləri yox. Çiyələk. Mən yaxşı kofe içim. Məncə də yaxşı. Mən hələ İndi bunu yoxlayım görüm bu necədir. Pambir. Yəni bezə kimidir. Bezə olur ya. Nə bilim, mel yerik. Təbaşirə oxşuyur. Plan bir Bilmirəm. Baxım gör bəyənəcəksən. Ye görüm. Necədir? Xoşun gəldi? Ye də. Bəyənmədin? Onu da ver mənə. istəmədik. Anne.